Şuşanın itkisini yad etmək üçün bu dəfə də anım yeri şəhidlərin olduğu xiyaban oldu. Şuşanın işğalını yad etmək üçün şəhidlər xiyabanında toplaşanlar arasında İsraildən və bu ölkənin Azərbaycandakı gələnlər və bu ölkənin Azərbaycandakı diplomatlar da var idi. Çünki Şuşa uğrunda qanlı döyüşlərdə canından keçənlər arasında əfsanəvi tankçı Yahudi Albert Agarunov da olmuşdu. Şuşada həlak olan şəhidlərimizi yad edən Şuşalılar, Qarabağ Azadlıq Təşkilatının nümayəndələri, hərbiçilər, Qarabağ qaziləri və paytaxt sakinləri şəhidlər xiyabanında Şuşanı andılar. Şuşada həlak olanların məzarları üstünə tərqərənfillər düzüldü, ruhlarına dualar oxundu. Natiq Namiq Şahmuradovların bacısıyam. Mən fəxrlə deyirəm ki, onların bugün mən bacısıyam. Çünki onlar mayın 8-də, Şuşa alınan gecə 7-dən 8-nə keçən gecə bir gündə şəhid olublar. Hər il mayın 8-i gələndə qaysaq bağlamış yaralarımız yenidən qopur. Şuşada həyatını itirən İgid Azərbaycanlılar arasında əslən Yahudi olan Albert Agarunov da var. Yahudi balasını Azərbaycan torpaqları uğrunda vuruşmağa nə vadar edirdi? Mən bu torpaqda yaşayıram. Doğulmuşam burada, yaşayıram da burada. Milli Qəhrəmanın ailə üzvləri, İsrail səfirliyinin əməkdaşları, adını daşıdığı məktəbin şagirdləri Albertin şəhidlər xiyabanındakı məzarını ziyarət etdilər. Mən bütün Azərbaycan xalqına təşəkkür edirəm. Çox sağ olun ki, onu unutmursunuz. Mənim üçün qürur vericidir ki, Azərbaycan Alberti illər keçsə də unutmayıb. Albert Agarunov həm Azərbaycan, həm də Yahudi xalqının nümayəndəsidir. Azərbaycan və Yahudi dostluğu həmişə davam edəcək. Azərbaycanda adı əbədiləşdirilən Albertin yaxın vaxtlarda İsrailin ən böyük şəhərlərindən biri olan Akuda adına küçə veriləcək.